Üzr istəyirəm, çıxartdım velosipedin. Qida 5 nəfər velosiped sürən var, siz də onlar üçün zolaq çəkirsiniz. Aylıq olaraq 200-220 min arası bu mikromobillik növlərinə sifarişlər olur. Avtomobil parklanması olacaq, velosiped parklanması. Keçə bilmirsən, hə? Heydərli prospektdə keçən kimi, yəni çox qorxdum da, yəni çox təhlükəli. Nə qədər burada velosiped istifadəçisi var? Gələcək nəslimiz velosipeddən çox istifadə edəcək. Biz bunun artıq şahidi oluruq. İnşallah ki, bu zolaqlardan Gəncə şəhərinə də aparacağıq. Dostlar salam, bugünkü mövzumuz velosiped zolaqlarıdır. Nəyə görə velosiped zolaqları haqqında artıq 3-cü video çəkirik? Bilirsiniz ki, bax, son aylar ərzində, son 1 il ərzində Yerüstü Nəqliyyat Agentliyi sürətli şəkildə Bakıda velosiped zolaqlarının salınmasını təşkil elədi. İndiyə qədər görmədiyimiz tempdə velosiped zolaqları bütün şəhər mərkəzini demək olar ki, əhatə eləyib. Yəni, bəzi təbii ki, nüanslar var, bu haqda bu videoda danışacağıq. Və bu videoda hər kəsi maraqlandıran suallara cavab axtaracağıq. Birincisi, bu velosiped zolaqları ümumiyyətlə lazım idi, lazım deyildimi? Necə çəkilir, kim qərar verir, hansı küçədə olacaq? Yəni, bunlardan kim istifadə eləyəcək? Bax, bu suallara biz bugün cavab axtaracağıq və eyni zamanda planlar haqqında danışacağıq. Bu velosiped zolaqları bütün Bakını əhatə edəcəkmi? Həm velosiped istifadəçilərin sayını artırmaq üçün hansı tədbirlər biz görəcəyik? Sizə isə belə videolar maraqlıdırsa, indidən sizə çağırıram kanala abunə olun, şərhlər bölməsində öz fikrinizi yazın, növbəti vloqlarda, növbəti çəkilişlərdə mən mütləq şərhlərinizi oxuyub nəzərə alıram. Odur ki, sizin şərhləriniz də maraqlı olacaq və yeni videoları buraxmamaq üçün dediyim kimi kanala abunə olun və bildirişləri də aktiv eləyin ki, yeni videolar çıxanda birinci məhz siz biləsiniz. Və kanalın inkişafına dəstək göstərmək istəyirsinizsə, hər zaman çağırıram ki, sizə Patreonda və Kofalda da bizə ianələr göndərə bilərsiniz də, bizə də əlavə bir stimul olsun. Bir söz atmadan başlayırıq. Bugün velosiped zolaqları yenə də aparın velosipedləri ilə sınayacağıq. Mən və mənim qonaqlarım Bakını velosipedlə gəzəcəyik və sizə hər şey göstərəcəyik və təbii ki, suallarınıza da cavab axtaracağıq. Yaxın əyləşən biz başlayırıq. Coşqun bəy, birinci sualım elə odur ki, bu velosiped zolaqların hazırki şəbəkəsi yəni nə qədər təşkil eləyir? Bakı şəhərlərə danışırıq. Bəli, Anar bəy, məlumatınız olduğu kimi artıq bir ildən bir qədər artıq müddətdir ki, Bakı şəhərində mikromobillik zolaqlarının salınması istiqamətində işlərə başlandı və artıq görülən işlər çərçivəsində şəhər ərazisində 36 kilometrdən artıq bir mikromobillik şəbəkəsi formalaşmışdır. Cənab Prezidentin iştirakı ilə keçirilmiş son nəqliyyat müşavirəsində də vurğulandığı kimi 2030-cu ilə qədər bu şəbəkənin 100 kilometrə çatdırılması planlaşdırılır və hazırda da bu istiqamətdə işlərimiz davam etdirilir. 2030-a qədər 100 kilometr. Bəs bu il üçün təxmini nə qədər? Bu 36-dan belə 2025-ci ilin sonuna təxmini də, yəni biz bir rəqəmlər var, yəni rəqəmlər belədir ki, bu əslində yəni ilin sonuna nə qədər olacaq şəbəkənin uzunluğu bu daha çox təhlillərdən və işin icrasından asılı olanda, amma düşünürəm ki, ən azından ilin sonuna kimi heç olmasa biz 50-60 kilometri bir minimum bir hədəfə çatacağıq. Coşqun bəy, biz də Ağşəhərin girişindəyik, burada 8 nömrə prospektində olarkən və hər zaman demişəm ki, Ağşəhər ən son, ən müasir layihələri məhz burada tapmaq olar, amma nədənsə Ağşəhərdə velosiped zolaqları yoxdur? Yəni bunun bir izahı varmı? Əslində az öncə vurguladığım kimi bu işlər müəyyən bir konseptual plan əsasında həyata keçirilir və mərhələli şəkildə siz dediyiniz kimi insanların daha çox hansı ki bu nəqliyyat növlərindən istifadə edə biləcəyi ərazilərdə bu növ mikromobillik zolaqlarının salınması nəzərdə tutulub. Sırf Ağşəhərlə bağlı məsələyə gəldikdə, indi özünüz də təsdiqləyirsiniz ki, Ağşəhər biraz fərqli memarlıq üslubunda tikilmiş, yəni özünə məxsus bir memarlıq üslubunda salınmış bir yaşayış sahəsidir, belə deyək. O baxımdan Ağşəhərdə mikromobillik zolaqlarının salınması xüsusi yanaşma tələb eləyir. Təbii ki, ileriki vaxtlarda Ağşəhərin memarlıq üslubuna uyğun hansısa bir layihələndirmə işləri həyata keçirilib. Burada mikromobillik zolaqları salmaq və onun şəhərin digər ərazilərindəki yerləşən mikromobillik zolaqları ilə əlaqələndirib bir şəbəkənin genişləndirilməsi mümkündür. Hərəkət hissəsini daraltmadan, bildim, sadəcə zolaqların enini dəyişməklə bax mikromobillik zolaqları təşkil etmək mümkündür. Sizcə elə Ağşəhərdə bu prinsiplə getmək olar? Yəni biraz hətta zolaqların sayı saxlamaqla bu köhnə standart, yəni magistral standartı 3.75-dir. Biz bunu məsəl üçün 3 metrə salarkən biz bunu eləyə bilərik də, yəni velosiped zolaqları. Yəni belə bir təşkil burada nəzərdə tutulur. Əslində gözəl bir mövzuya toxundunuz da. İstəyirəm o mövzuya mən də toxunum. Hansı ki, bu hərəkət zolaqlarının sayının azaldılması məsələləri. Bəli, vurğuladığınız kimi biz şəhərdə əsasən bizim gəlin etiraf eləyək ki, bundan öncə şəhərimiz daha çox avtomobil yönümlü olub və şəhərimiz əsasən
avtomobillər üçün dizayn olunub yollarımız filan. Və bu da nəyə gətirib çıxarır? Biz təhlillər zamanı müəyyən etdik ki, bizdə şəhərin ərazisində hərəkət zolaqlarının eni standartlardan kifayət qədər enlidir və bu da bizə imkan verir ki, hərəkət zolaqlarının enlərin, həndəsi ölçülərin standartlara uyğunlaşdırıb, orada yolun kənar hissələrində mikromobillik istifadəçilərini də nəzərə alaq və onların da bu nəqliyyat növlərindən istifadəsi üçün şərait yaradaq. Belə bir statistika səsləndirə bilərəm sizin üçün ki, hazırda biz əgər 35 Küçə prospekt üzrə mikromobillik zolaqları çəkmişiksə, bu park ərazilərində, bulvar arasında çəkilmiş mikromobillik zolaqlarına nəzərə alsaq, həmin küçələrdən 23-ündə biz yolun hərəkət hissələrinin sayını sabit saxlamışıq. Və yalnız dediyim kimi, həmin zolaqları standartlara uyğunlaşdırmışıq, yəni həndəsi ölçülərin və bunun sayəsində biz mikromobillik zolaqlarda sala bilmişik. Və Ağşəhər məsələsində də bəli, Ağşəhərdə əsas məsələlərdən biri, yəni üzərində düşünülməli məsələlərdən biri yol kənarı cibli parklama, yəni yoldan kənar cibli parklama məntəqələridir ki, onu mikromobillik zolaqları salınan zamanda onu nəzərə almaq lazımdır ki, bu həmin nəqliyyat vasitələrindən istifadə edən insanlar üçün maksimum təhlükəsiz olmalıdır. O baxımdan dediyim kimi, müəyyən bir təhlillər aparılmalıdır. Bu yolun hərəkət hissəsində parklamaların qabağında keçidlər vasitəsilə mi olmalıdır, yoxsa hər hansı bir konstruktiv və ya tikinti işləri aparıb onu səkilərdə mi salmaq olar? Yəni, bu hamısı təhlillər nəticəsində meydana çıxacaq bir şeydir və dediyim kimi, gələcəkdə bu istiqamətdə də təhlillər aparılacaq tərəfimizdən. Deməli dostlar, və burada 8 noyabr prospektidir. Xəqani Rüstəmov küçələri ilə kəsişmədə artıq 3-cü vloqdur ki, mən sizə bax bu mövzunu göstərirəm, işıqlandırıram. Məsələ nədir? Deməli, burada 8 noyabr prospekti, yəni burada velosiped yolları salınandan sonra, yenidən qurma işləri aparılandan sonra burada piyada keçidlər, burada velosiped keçidləri də təşkil olundu. Görürsünüz, buradan velosipedlə gəlib düz ora qədər gedə bilərsiniz. İstər buradan digər tərəfdə, istər digər tərəfdən bax 8 noyabr prospekti boyunca velosipedlə hərəkət edə bilərsiniz. Lakin burada piyada keçidləri hələ də təşkil olunmayıb. Yəni burada biz zaten gördük ki, əgər kəsişmə nizamlanandırsa, bax burada svetoforlar varsa, yəni zaten avtomobillər burada dayanır. Bir dənə burada piyada keçidi lazım olacaq. Necə ki burada velosiped keçidi var. Bir dənə burada da piyada keçidinə ehtiyac var. Və beləliklə yəni piyadalar yeraltı piyada keçidinə girmədən yollarını düzgün davam eləyə bilərlər. Yəni dəfələrlə səhifədə hələ də yazırlar, hələ də şərhlərdə yazırlar ki, piyada keçidləri varsa, yeraltı piyada keçidi varsa, eyni səviyyəli piyada keçidinə ehtiyac yoxdur. Lakin dostlar, mən bunu yenə də qeyd edirəm ki, bax bu piyada keçidləri az mobilli insanlar üçün əlçatan deyil. Bu bir. İkincisi də şəhərdə bir nömrəli prioritet piyada olmalıdır. Piyadaların rahatlığı burada nəzərə alınmalıdır mütləq. Yəni şəhər piyadalar üçün olmasa, zaten bu şəhər tıxaclarda boğulmaq, yəni bir məcbur olacaq. Çünki ilk növbədə prioritet piyadalara verilsə, daha çox insan digər alternativlərdən istifadə edəcək. Velosipedlə, piyada ilə, belə avtobusla. Yəni şəhərdə piyada infrastrukturu olmalıdır ki, insanlar rahat şəkildə hərəkət edə bilsinlər və avtomobildən tədricən imtina eləsinlər. Yəni başqa variant yoxdur. Və dediyim kimi əsas məsələ bax burada uşaq arabası ilə, əl arabası ilə, yəni bu insanlar bu keçiddən istifadə edə bilməyəcək. Zaten orada nişanlar da var. Eskalator üstündə ki, olmaz. Amma bu həmin insanlar üçün ilk növbədə əlçatan variant bax bu eyni səviyyəli piyada keçidi ola bilər. Dostlar, və bu ərazini sizə göstərmişdim. Deməli, burada da bəli ki, çox gülməli bir vəziyyətdir. Yəni velosiped zolağı buradan gəlir və gəlir birbaşa olaraq parkinqa gedir. Bax, görürsünüz, avtomobil belə park eləyir, amma velosiped zolağının davamı əslində oradadır və Coşqun bəy də qeyd elədiyi kimi burada yeni velosiped keçidləri də nəzərdə tutulub və deməli buradan gələcəksiniz, burada yeni pandus olacaq və həmin pandus gedib o velosiped zolağına birləşəcək. Burada sadəcə onu da qeyd edim ki, biraz mənə görə hələ ki o qədər də təhlükəsiz görsənmir, çünki burada avtomobil axını böyük olanda, düzdür, orada svetoforlarda yanır. Amma məsəl üçün gəlin, bax, görürsünüz, bax bu misalda görürük ki, burada piyada keçidi nizamlanmayandır və geniş bir prospektdə bu cür piyada keçidi mənə görə təşkil etmək biraz təhlükəlidir. Görürsünüz, avtomobil bunu vaxtında görməyəndə, istər piyada keçidi, istər velosipedçi, bax, görürsünüz, velosipedçi buradan gəlir və heç cürə yolunu davam edə bilmir. Görürsünüz, keçə bilmirsən, hə? Bax, görürsünüz, belə problemlərin olmamaq üçün burada velosiped zolağının davamı ola bilər. Bax, düz bura Nəcəfqulu Rəfiq küçəsidir. Buradan məncə axıra qədər velosiped zolağını təşkil eləmək olar. Zaten orada zolaqlar çox genişdir. Hətta parkinqi saxlamaqla bunu eləmək olar və eyni zamanda burada da velosiped keçidi məhz bax buradan getməlidir, ora birləşməlidir.
Coşqun bəy, biz ümumiyyətlə bu gün sizinlə velosiped sürürük və getdiyimiz yerlərin belə deyim də problemlərini, məsələlərini, həllərini axtaracağıq. Və burada Yusif Səfərov da çox qısa olaraq nəyi işıqlandırmaq istəyirəm. Burada Yusif Səfərov da deməli çox gözəl təşkil edir. Avtobus zolağı, velosiped, hər kəsin öz yolu vardır. Velosiped zolağı var, avtobus zolağı var. Və bir məsələ var ki, Yusif Səfərovun bu hissəsində velosiped zolağı var. Amma məsəl üçün orada indi biz orada gedəcəyik, Ağşəhər bulvarına birləşən hissə, orada velosiped zolağı yoxdur. Yəni bu hissə ilə o hissə necəsə birləşəcək, yoxsa yox? Təbii ki, ümumiyyətlə məsələyə belə yanaşsa, bu mikromobilli zolaqların salınması bir prosesdir, bu müəyyən bir zaman tələb eləyir. Bizə əsas proses necə gedir? Küçələrdə zolaqların salınması və paralel olaraq həmin zolaqların bir-birindən əlaqələndirilməsi məsələsi. İndi bu hissələ vurguladığınız bu hissələ bağlı da deyim ki, bəli, əlbəttə bu zolağın belə deyək, 8 noyabrdakı velosiped zolağı ilə əlaqələndirilməsi nəzərdə tutulub. Hətta indi hazırki mərhələdə indi yəqin ki, az öncə gəlib baxacağıq ora. Həmin hissədə yeni velosiped zolağı salınıb, hansı ki 8 noyabr prospektinin bulvar ərazisində və Kresset Mallın ərazisində yerləşən mikromobilli zolağı ilə əlaqələndirilməsi hazırda o istiqamətdə işlər aparılır və növbəti mərhələdə təbii dediyiniz kimi bu zolaq da həmin 8 noyabrdakı mikromobilli zolağı ilə əlaqələndiriləcək. Dostlar, icazənizlə mən bir təklif irəli sürüm, yenə də bax bu video vasitəsilə. Bəli, bura Park Bulvarının ərazisidir, Park Bulvar ticarət mərkəzinin, bax önüdür bura. Neftçilər prospekti bu tərəfdə və burada bilirsiniz ki, bulvar boyu velosiped zolağı davam eləyir və burada velosiped zolağı buradan gəlir və indiki belə deyim də nişanlama ilə, xətlənmə ilə bu belə nəzərdə tutulub ki, siz buradan gəlirsiniz, velosiped zolağının pandusu da var və bir hissəsini pandusla da, burada səki ilə davam edirsiniz, pandus da var. Amma məncə burada belə bir əlavə olaraq zaten burada çox geniş bir cib var taksilərin saxlanılması üçün. Burada məhz asfaltın özündə bir qədər velosiped zolağı üçün yer ayırmaq olar. Zaten burada cibdir də, yəni bura hərəkət hissəsi kimi istifadə olunur və hətta duracağı saxlamaqla belə, taksi duracağını saxlamaqla belə, drop-off zone deyirlər də bura. Bunu saxlamaqla belə burada velosiped zolağı təşkil etmək olar. Bəli, bir variant var ki, bunu dediyim kimi səkidə qalsın bu. Bax burada indiki variant, mövcud variantda səkidə qalsın burada. Amma zaten bura bulvar ərazisidir. Burada daha çox piyadalar hərəkət eləyir, istirahət zonasıdır. Yəni niyə biz səkini insanların əlindən alaq? Burada, yəni bu geniş səkini saxlamaqla belə, bax bu hissəsini burada velosiped zolağına ayırmaq olar və yenə dediyim kimi, yəni burada parklamanı ləğv eləmirsiniz, taksi duracağı burada saxlanılır. Sadəcə burada əlavə olaraq hardasa 2 metr yarım velosiped zolağı ilə biz ayırsaq, yəni bir hərəkət zolağından biraz az hətta. Və burada beləliklə velosiped zolağının davamı gedəcək. Biz gedib oranı da baxarıq, amma ümumi olaraq bax burada velosiped zolağı bulvarın bir hissəsindən digər hissəsinə keçmək üçün bax bu cür, bu şəkildə davam eləyir. Hələ ki burada heç bir nişanlama yoxdur, yəni hardasa sharesdir, belə deyəndə, həm piyada, həm velosiped üçün. Amma dediyim kimi, burada velosiped zolağını salmaq üçün heç bir maneə, heç bir bariyer yoxdur. Sadəcə buna bir, dediyim ki, yaxşı layihə vermək lazımdır. Görürsünüz, indiki vəziyyətdə velosipedçilər bax, məhz səki ilə hərəkət edir. Amma bu velosipedçilər əslində yolun hərəkət hissəsində olmalıdır. Burada velosiped zolağı olmalıdır. Görün nə qədər burada velosiped istifadəçisi var. Yəni belə. Deməli dostlar, indi olduğum məkanı mən sizə bir neçə dəfə göstərmişdim həm vloqlarda, həm səhifədə. Bax, fikir verin, burada Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsidir və burada bulvarı şəhər mərkəzində olan velosiped zolağına birləşdirmək üçün bax belə velosiped keçidi təşkil olunub. Bax bu keçidlə velosipedlə gəlirsiniz, bax bu keçid sizə aparacaq digər velosiped yoluna, bax orayla da keçə bilərsiniz. Lakin burada piyada keçid nəzərdə tutulmur. Bax özünüz gördünüz ki, zaten piyadalar buranı piyada keçidi kimi istifadə edirlər. Yəni baxmayaraq ki, bu velosiped keçididir. Amma istər burada, istər digər tərəfdə bax fikir verin, insanlar oradan keçir, gözləyir. İnsanlar gözləyir ki, svidafor yansın qırmızı və oradan rahatlıqla keçə bilərlər. Yəni zaten dediyim kimi, yəni burada nizamlanan piyada keçididir. Yəni burada avtomobillər dayanır. Bu avtomobillər burada dayananda niyə piyada buradan hərəkət etməsin ki? Niyə ancaq velosipedlə burada olsun? Görürsünüz digər tərəfdə də. Yəni bunu da mən bir təklif kimi də artıq göndərmişəm Yerüstü Nəqliyyat Agentliyinə, digər qurumlara ki, burada piyada keçidini təşkil etmək üçün heç bir belə problem yoxdur, heç bir sıxıntı necələri yoxdur ki, burada rahatlıqla piyada keçidi təşkil etməli və burada mütləq piyada keçidi təşkil edilməlidir. Bir mənalı olaraq. Yəni zaten burada piyadalar keçir və heç kim üçün bu bir narahatlıq törətmir. Dostlar, İçəri şəhər vloqunda mən sizə bunu göstərmişdim. Yenə də göstərmək istəyirəm ki, bax burada eyni səviyyəli piyada keçidi
Əzəliyev küçəsi kəsişmədə Neftçilar prospekti Əzəliyev küçəsində və bir çoxları deyir ki, burada svetofor lazım deyildi, axını ləngidir. Amma zaten birincisi Əzəliyev küçəsi maşınlar üçün açıq olanda zaten burada svetofor var idi, oradan maşınlar gəlib bura dönürdü. Bəziləri yazır ki, misal üçün deyir ki, yəni maşınlar olanda biz bunu başa düşürük, amma piyadalar üçün başa düşmürük. Niyə başa düşmürsünüz? Yəni piyadalar nə vaxtdan maşından daha aşağı prioritetdə olmalıdır. Yəni insan ölmüş şəhərlər belə olmur. Burada zaten bax bu eyni səviyyə piyada keçidi həm uşaq arabası ilə hərəkət edənlər üçün. Bax videoda da gördünüz nə qədər insan buradan gedir, hərəkət eləyir. Yəni bax burada həm velosipedlə, həm piyada burada rahatlıqla İçəri şəhərinə bulvarı əlaqələndirən bir keçiddir. Bu keçid mütləq olmalıdır. Baxmayaraq ki, orada yeraltı piyada keçidi var, indi oranı da göstərir nə qədər orada əziyyət adam çəkir. Yəni bax bu cür layihələr demək olar ki, ilk dəfədir Azərbaycanda icra olunub ki, sırf bax bu cür geniş prospektdə piyada keçidi. Bax çox yaxşı bir nümunə. Görürsüz, bax vətəndaş gəlir, uşaq arabası ilə gəlir. Bax görürsüz, rahatlıqla bu keçiddən istifadə edir. Bu keçid burada mütləq lazımdır, bir mənalı olaraq. Yəni bunu bu cür layihələri dəstəkləmək lazımdır. Baxmayaraq ki, mən sizə deyirəm, göstərirəm ki, yəni bəzi məsələlər var ki, onlar öz həllini hələ tapmayıb, amma burada eyni səviyyə piyada keçidi mütləq olmalıdır. Görün nə qədər insanlara rahatlıq qatır. Şəhərə nə qədər həm gözəlliyi, həm daha insani ömrünü etmək üçün şəhəri nə dərəcədə yaxşı bir keçiddir. Zaten burada avtomobillər üçün 5-6 dəqiqə verilir, piyadalar üçün 30 saniyə. Kim üçün bu problemi daxil? Niyə bunu qınayırsınız? Niyə bunu lağa salırsınız? Burada mütləq piyada keçidi olmalıdır, qalmalıdır və hərdən burada svetoforu söndürürlər. Düzdür, bir dəfə biz bunu səhifədə işıqlandırdıq, svetoforu təzədən yandırdılar. Amma mütləq burada piyada keçidi qalmalıdır. Bir məna olaraq bir velosipedimizlə oradan rahat keçə biləcəyik. Dostlar, və mən buradan bizə yeraltı piyada keçidi ilə gedin velosipedlə, bax bu sürücülərə mən səslənirəm. Gəlin baxaq görək. 40 kiloluq velosipedi mən bu yeraltı piyada keçidindən necə keçirtməliyəm? Gəlin bax, tutaq ki, gəlirəm də. Yəni bəzi sürücülərin məntiqi, burada svetofor istəməyən sürücülərə deyirəm ki, mən məsəl üçün burada gəldim. Birincisi, burada pandus zaten uşaq arabası üçün əlçatan deyil. Yəni belə bucaqlar olmur. Bu qalsın qıraqda. Tutaq ki, lap mən bu pandusdan pilləkəni ümumiyyətlə qoyuram qırağa. Baba, gəlirəm. Baba, nətər keçirməliyəm? Görürsünüz? Baba, sürüşürəm mən bunu. Qəsdən eləmirəm. Hələ bunu qaldırmaq da var, ha. Hop. Yəni, belə məntiqlə mən sürüşməliyim də. Bax, belə məntiqlə də. Hop. Üzü üstürəm. Popunu çıxartdım velosipedin. Belə şəraitdə sizcə velosipedi insanlara necə təşviq eləyək? Necə onlara deyək ki, velosipeddən istifadə edin? Əgər biz bu qədər bunlara maneə yaradırıq. Hələ bunun qaldırılması var, ha. Yəni, o qədər də zəif adam deyiləm, amma yenə də kifayə qədər əziyyətdir. Yəni, mən dediyim kimi, yəni bu, bax, belə şəraitdə sizcə velosipedi cəlb edici nəqliyyat növünə çevirmək mümkündür, yoxsa yox? Və həmin sürücülərə də səslənirəm. Bir dəfə özünüz prova eləyin, bax, bu velosipedi bax, bu keçidlə keçirmək. Egoist olmaq, dostlar, lazım deyil. Velosipedçilərə rahat piyada keçidləri lazımdır. Və nə var siz bir sürücü olaraq burada 10 saniyə, 15 saniyə dayanmaq istəmirsiniz, insanlar bu qədər əziyyət çəkməməlidir. Şəhər insan yönümlü olmalıdır, piyada yönümlü olmalıdır. İlk növbədə insanlar üçün rahat olmalıdır ki, biz bax belə gündəlik səfərlər üçün avtomobil istifadəsini azaldaq. Görürsünüz, uşaq arabası ilə gedənlər rahatdır sizcə? Ona görə dostlar, deyirəm ki, yeraltı, yerüstü piyada keçidləri şəhərə ziyandan başqa heç bir şey gətirmir. Kimsə deyir ki, təhlükəsizlikdir, avtomobillərin fasiləsiz hərəkətidir, amma xeyr. Bu, köhnə təcrübədir. Magistrallarda ancaq olmalıdır, amma şəhər magistral deyil. Bunu bilin. Neftçilar prospekti də o cəhətdən. O, Neftçilar prospektindəki eyni səviyyəli piyada keçidi mütləq qalmalıdır. Çünki onun əlçatan alternativi yoxdur. Və əlavə olaraq dediyim kimi, bütün Neftçilar prospekti boyu olan kəsişmələrdə mütləq eyni səviyyəli piyada keçidlərdə təşkil olunmalıdır. İnsanlara əziyyət verməyin və egoist olmayın.
Piyadalaşan Ərzəliyev küçəsinin isə öz gözəlliyi var. Görürsünüz, artıq insanlar öyrəşir ki, bura piyada zonasıdır. Uşaq arabası ilə hərəkət edən kim, velosiped ilə kim. Biz bax, burada velosipedlə hərəkət edirik. Buradan qalxacaq indi içəri Qoşaqala qapısının yanına. Və burada elektrik velosipedin əsl üstünlüyünü biz burada görürük. Çünki burada yoxuşdur və rahatlıqla elektrik velosipedlə bu yoxuşu qalxırıq. Ona görə artıq bu relyef məsələsi, nə bilim, burada yoxuşlar, enişlər bu artıq argumentli deyil ki, Bakıda velosiped istifadəsi kütləvi olmasın. Zaten burada bax, bu elektrik velosipedlər, skuterlər rahat qalxa bilir. Giriş burada yoxdur. Bura isə Qoşaqala qapısının önü. Əslində maşınlar üçün bağlıdır, amma necəsə maşınlar burada girir, hərəkət edir. Necə mərhələdir mənim üçün sualdır. Coşqun bəy, biraz parklanma məsələsinə də toxunmaq istəyirəm. Deməli, şəhərdə bir neçə yerdə, artıq bir çox yerdə ayına belə parklamalar təşkil edilib və mən nəyə fikir vermişəm ki, parklama əsasən səkidə təşkil olunur. Bu da mənə görə problem yaradır. Çünki səkilərimiz təəssüf olub ki, hündürdür, barjlar hündürdür. Aşağı çürütmək falan biraz problemdir. Həm də eyni zamanda haradasa piyadaların yolu daralır. Amma burada çox yaxşı bir məsələ, misal gətirmək istəyirəm. Burada deməli, keçmiş avtobus zolağıdır. Biz əslində velosiped zolağı haqqında birinci video çəkəndə bura hələ dayanacaq idi. O vaxtda Tərlan demişdi ki, burada səki cib olacaq, mikromobilli cib olacaq və burada təşkil olundu. Bir də sual ki, bura çox gözəldir də. Yəni biz hər yerdə belə təşkil edə bilərik, yoxsa? Əlbəttə, gəlin parklamalar barədə biraz sizə məlumat verim. Ümumiyyətlə bu ötən ilin ortalarına etibarən bildiyiniz kimi mövcud qanunvericilikdə müvafiq dəyişikliklər həyata keçirildi və o dəyişikliklərdən əsas dəyişikliklərdən biri də mikromobillik parklamalarının təşkil edir ki, çünki bundan öncə bildiyiniz kimi bu sahə biraz tənzimlənmədiyindən müəyyən xaotiklik müşahidə olunurdu və mikromobillik parklamaları əsasən operator dediyimiz, hansı ki bu velosiped, skuter şirkətlərinin, yəni kirayə xidməti ilə məşğul olan şirkətlərin özləri tərəfindən təşkil olunurdu. Burada müəyyən bir xaotiklik olurdu. Biz bəzi hallarda mikromobillik vasitələrinin səkilərdə piyadalara mane olacaq vəziyyətdə parklanması ilə qarşılaşırdıq. Bəzi hallarda görürüz, yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş zolaqlarda parklanması ilə rastlaşırdıq. Və bu kimi hallar, bu cür negativ hallar nəzərə alınaraq, həmçinin yeni qanunvericinin tələbləri nəzərə alınaraq ailə tərəfindən bu istiqamətdə təhlillərə başlanıldı və ilkin mərhələdə şəhər ərazisində 300 mikromobillik parklama məntəqəsi müəyyənləşdirildi ki, operatorlar da həmin parklama məntəqələri üzrə fəaliyyət göstərməyə başladılar. Lakin təbii ki, bu ilkin başlanğıc idi və tələbat artdıqca, insanlar bu mikromobillik vasitələrindən daha çox istifadə etdikcə bu parklama məntəqələrinin sayı da mütəmadi olaraq artırılır və artıq 470-dən artıq şəhər ərazisində bu cür parklama məntəqələri var. Onların 78-də artıq gördüyünüz kimi bu formada velosipedlərin parklaması üçün konstruksiyalar da quraşdırılmışdır. Sualınıza gəldikdə isə parklama məntəqələrinin yerləşdirmə məsələsi cari ilin yanvar ayına Nazirlər Kabineti tərəfindən mikromobillik parklamalarının təşkil edilmə standartları da müəyyənləşdirildi və o standartlarda da göstərildiyi kimi parklama məntəqələri əsasən velosiped yollarına bitişik, yəni mikromobil zolaqlarına bitişik hissələrdə bu formada bəzi səkilərdə, park ərazilərində təşkil edilə bilər. Onların yerləşmə yerləri əsasən şəhərdə cəlb etmə məntəqələrinin yaxınlığında olmalıdır ki, hansı ki insanlar gündəlik olaraq həmin yerlərə daha çox səfər edirlər. Bu metro stansiyalarının, avtobus dayanacaq məntəqələrinin, iri ticarət mərkəzlərinin, təhsil ocaqlarının, iş və ofis yerlərinin yaxınlıqları nəzərdə tutulurdu. Sizin konkret sualınıza gəldikdə isə bəli, əsasən bizdə əsasən bizdə səkilərdə təşkil olunur bu parklama məntəqələri. Niyə? Çünki bizdə bu formada belə deyək, velosiped yolunun kənarında bu formada ciblər falan deyək ki, hər bir ərazidə olmur. Mümkün olan yerlərdə biz bu formada velosiped yoluna bitişik hissələrdə təşkil edirik. Mümkün olmayan yerlərdə biz onları səkilərdə, amma standartları gözləmək şərtlə. Bu standartlar nədir? Təbii ki, şəhər ərazisində əsas hərəkət iştirakçısı piyadalardır və onların rahatlığı və təhlükəsizliyi nəzərə alınmalıdır. Biz parklama yerləri təşkil edilərkən nəzərə alırıq ki, standartın tələblərinə uyğun olaraq minimum 1.50 piyadalar üçün həmin ərazidə yerlər olsun. Həmçinin biz nəzərə alırıq o sizin dediyiniz hündürlük, bardur məsələləri. Biz
əsasən parklama məntəqələrin pandus yerləşən ərazilərdə yaxınlığında təşkil edirik ki, insanlar o parklama məntəqələrindən mikromobil vasitələrini götürən zaman rahatlıqla o panduslardan istifadə edib zolaqlara yönələ bilsinlər və yollarına davam edə bilsinlər. Yəni birinci olaraq ayrılmış zolaq olanda insan özünü daha təhlükəsiz hiss edir. Mən özüm də şəxsən nə qədər adam tanıyıram ki, sırf evinin yanında, yaşadığı yerdə, ətrafında şəbəkə yoxdur deyə, velosiped yolu şəbəkəsi yoxdur deyə istifadə eləmir velosipeddən, qorxur yola çıxmağa. Mən özüm də təzə başlamışam sürməyə, təcrübəsiz velosiped sürücüsü sayılıram. Keçən dəfə məsəl üçün Nərimanovdan Xətaydakı Amaya tərəf gəldim velosipedlə. Orada Heydərli prospektini keçən kimi, yəni çox qorxduğunda, yəni çox təhlükəlidir. Düzdür, maşınlar qıraqdan keçirdilər, sağ olsunlar, amma ki, yəni insan özü də qorxur, yəni hər an bir səhv olsa, yəni avtomatik fəlakətlə. Xatırladım ki, o ərazidir ki, Babək prospektinin Yusif Səfərov küçəsi ilə birləşmədə o kəsişmə ümumiyyətlə qətiyyən nə piyadalar üçün, nə velosipedlər üçün uyğun deyil. Deməli, mən düz başa düşürəm ki, əsas məsələ təhlükəsizlikdir. Yəni, sən özünü təhlükəsiz hiss etməlisən ki, velosiped zolağına, ümumiyyətlə velosipeddən istifadə eləməlisən. Yəni, velosiped nəqliyyatı Bakı üçün və Azərbaycan üçün yeni bir əsl nəqliyyat deyil. Biz bunu harada görə bilərik? Əgər yeni tikilən binaların qarajına düşsək, orada hər kəsin orada dəmirlərə və yaxud da filan maşınların yanında velosipedlər parkladığını görürük və bu illərlə var. Sadəcə həmişə bizdə velosiped əyləncə vasitəsi kimi istifadə olunur və yaxud da çıxıb həyətdə sürmək üçün istifadə olunur. O insanlar yəni hazır potensial velosiped sürücüləri gözləyirlər. Sadəcə onlara uyğun bir infrastruktur qurulsa, təhlükəsiz bir şərait yaradılsa, həmin insanlar elə ən azından marketdə belə maşınla yox, çıxıb velosiped ilə gedə bilər. Orada gedib parklamada yer axtarana kimi, əsəb keçənə kimi, dayanana kimi həm idman kimi, yəni günlük istifadə edə bilər və həm də şəhərdə maşınlar yoldan çıxmış ola bilər, azala bilər. Yəni əslində potensial çoxdur. Sadəcə dediyim kimi infrastruktur olmalıdır ki, insanlar da artıq cəsarətlə, qorxmadan çıxıb istifadə edə bilsin. Mən özüm də məsəl üçün şəhərin mərkəzində işləyirəm. Oradan çıxıb ən çox harda xoşuma gəldi bu velosiped zolağı. Bulvarda Crescent Mall'un yanından çıxmışdım və Qız Qalasına tərəf gəlməli idim. Orada bir görüşüm var idi. Ora çıxıb, yəni gəzə-gəzə qəsədim, bir yarım saat vaxtım gedəcəkdi. Velosipedlə bəli götürdüm, gəldim. Çox xoşuma gəldi. Özünün təhlükəsiz yolu da var, bulvarın içindən keçir. Heç bir təhlükəsi yox, bir şey yox. Gəldim ora, 10 dəqiqəyə yəni çatdım işimi həll eləməyə. Baxdım ki, yəni orada mən avtomobillə və yaxud da avtobusla gəlsəydim, bəlkə də bir 30-40 dəqiqə vaxtım gedəcəkdi, yəni gözləməyə görə filan digər şeyləri nəzərə alaraq. Beləcə yəni başlayır insanlar istifadə etməyə. Mənim fikrimcə 3 hissəyə ayırmaq olar. Birinci prioritet metro çıxışları, metro stansiyalarının ətrafında, bütün metro stansiyalarının ətrafında məncə velosiped dayanacağı və bu məsəl üçün hal-hazırda apardı Bakıda da velosiped arendası olsun və yaxud nə olsun olmalıdır. Çünki metro stansiyaları cəzb etmə nöqtəsi sayılır da. Yəni bütün taksilər də ora gəlir, insanlar görüş təyin edəndə ora gəlir, avtobusların hamısının orada dayanacağı olur. Yəni insan gəlib orada metrodan çıxdı və yaxud da avtobusdan düşdü, taksidən düşdü, hər hansı bir nəqliyyatla gəldi. Oradan artıq evinə getmək üçün 1 kilometr, 2 kilometr, 5 kilometrə qədər bir məsafəni rahatlıqla bəli velosipedlə gedə bilər və bunu gördükcə insanlar artıq orada yəni təzədən düşüb avtobusa minmək və yaxud da təzədən bəzən piyada gəzmək də çətin olur. Yəni piyada gəzmək də olar təbii ki. Yəni bunu seçməyə başlayacaqlar. Düşünürəm ki, metro stansiyalarının yanında olsa birinci prioritet o olmalıdır. İkinci olaraq da təhsil ocaqlarının yanında, xüsusilə universitetlərin ətraflarında. Çünki mənim həm müşahidələrim, həm şəxsi fikrim buna gətirib çıxarır ki, ən çox istifadə edən kateqoriya tələbələrdir, daha çox gənc nəsil. Gənc nəslində ən aktivi tələbələrdir. Yəni hal-hazırda Bakı Dövlət Universitetinin ətrafına çəkirlər, mən bildiyim qədərlə şəbəkə yaradılır. Bu yaxşı bir fikirdir. Bütün belə böyük təhsil ocaqlarının ətrafına və onların metrolarla əlaqələndirilməsi falan olmalıdır ki, artıq bir çox tələbə heç hətta ictimai nəqliyyatdan belə yəni çıxıb istifadə etmədən onunla velosipedə çıxıb gələ bilər. Həm ucuz başa gələcək, abunəyə götürəndə də günün harasa 25-30 qəpiyə gəlir elektrik velosipedin. Yəni çox bahalı bir şey deyil. Yəni gündə 2 dəfə avtobusa pul verməkdənsə ondan daha gəlmək daha sərfəli olur. Yəni üçüncü bir şey də iş mərkəzlərinin, böyük iş mərkəzlərinin ətrafında, məsələn Port Bakı kimi, Dəmirçi Tower kimi və yaxud da hər hansı bir böyük bir iş mərkəzi. Çünki iş mərkəzlərində çox insan işləyir və gün ərzində ora hərəkət çox olur, həqiqətən çox olur. Velosiped zolaqlar haqqında birinci video çəkəndə biz dayanacaq məsələsinə toxunduq
Deməli, məsələ nədir də? İndi keçən vloqu görməyənlər bilsin. Bu arada əvvəllər avtobus cibləri var idi. Avtobus cibləri həm Azərbaycan prospektində, həm də küçələrdəki avtobuslar həmin cibə girsin, sərnişinlər düşürsün. Lakin velosiped zolaları, bu pop-up velosiped zolaları təşkil olunan sonra avtobuslar artıq ikinci cərgədə saxlamalıdır. Onun öz nişanlaması var orada. Və belə deyim də, bir layihə mi var idi, ya da bir təklif mi var idi ki, həmin dayanacaq olan yerlərdə biraz bax bu velosiped zolaqları yuxarı mı qalxsın, yəni platforma olsun. Yəni bununla bağlı hər hansı bir məlumat, yenilik, xəbər varmı? Bilirsiniz, qanunvericilikdə ki, yeni dəyişikliklər olunandan sonra artıq mikromobillik vasitələri bir nəqliyyat növü kimi tanınmış oldu və yeni qanunvericiliyə əsasən mikromobillik vasitələrinin istifadəçiləri də yol hərəkəti nişanlarına, işıqforun işıq siqnallarına, yəni riayət eləməlidir, yol hərəkəti qaydalarına riayət eləməlidirlər və biz təbii ki, zolaqları salınarkən bəzi hissələrdə mikromobillik zolaqları avtobus dayanacaq məntəqələrinin önündən keçməli olurdu ki, biz ilkin variantda həmin avtobus dayanacaq məntəqələrlə velosiped zolaqlarına münasibətdə bu cür həll yolları verdik. Hansı ki, gördüyünüz kimi burada yol nişanları quraşdırılıb, müvafiq nişanlanma işləri aparılıb və vurguladığım kimi mikromobillik istifadəçilərdə avtomobil sürücüləri kimi belə deyək, yol nişanlarını, nişanlama xətlərinin tələblərinə riayət eləməlidirlər. Avtobus dayanacaq məntəqəsinə yaxınlaşanda sürəti aşağı salmalıdırlar. Əgər oradan sərnişinlər keçirsə, avtobusa minirsə və ya avtobusdan düşürsə, onlara yol verməlidirlər. Yəni bu formada hazırki mərhələdə təhlükəsizlik təmin olunub, amma təbii ki, vurguladığınız kimi beynəlxalq təcrübədə bunun bir çox nümunələri var, bir çox yanaşmalar tətbiq olunur. Bunlardan biri də hansı ki, avtobus dayanacaq məntəqələrinin önündə müvafiq platformaların quraşdırılmasıdır ki, hansı ki, orada həm səki ilə, o platforma səki ilə eyni səviyyədə olur, yəni hündürlük olaraq. Bəli, həm əlavə pillə olmasın. Bəli, həm bu platformalar sayəsində sərnişinlər vurguladığınız kimi rahat avtobuslara minib düşmə eləyə bilirlər, həm də mikromobillik vasitələrinin istifadəçiləri dayanacaqlara yaxınlaşarkən həmin platformalarda sərnişinlərə yol vermiş olurlar. Bu variantlar da nəzərdən keçirilir, təhlil olunur və dediyimiz kimi bu istifadə sayı artdıqca, zolaqlar genişləndikcə bu cür yeniliklərin də tətbiqi planlaşdırılır. Deməli dostlar, bir il bundan qabaq velosiped zolaları haqqında video çəkəndə, keçən il yayında daha doğrusu, deməli, burada qeyd eləmişdim ki, velosiped zolağı var idi, amma səki yox idi. Bax, fikir verin, artıq burada səki də tikdilər. Bax, bu səkilər əvvəllər yox idi. Bunlar hardasa bir ay bundan öncə, bax, bu 2 ay bundan öncə bunları burada tikdilər ki, piyadalar artıq burada velosiped zolağı hərəkət eləməsin. Bax, bu da çox yaxşı bir təşəbbüsdür və belə şeylər kütləvi şəkildə Bakıda nəzərə alınmalıdır, salınmalıdır. Görürsünüz, rahat. Piyadaların yolu burada, velosipedçilərin yolu burada, avtomobillərin yolu burada. Burada heç yerdə burada səki yox idi, indi görürsünüz səki var. İnsanlar da görürsünüz rahat buradan hərəkət edə bilir. Bu arada görürsünüz mono təkər deyirlər buna. Bundan da velosiped zolaqlarından bunlar burada yararlanırlar. Burada çalışırlar bariyersiz mühit yaratmaq, panduslar və burada velosiped zolağı düz Mirzə Ağayev küçəsinə qədər davam edir. Burada düzdür biraz daralır, orada bariyerli mühit, yəni o tərəf belə olmamalıdır. Amma imkan daxilində buranı bax bu cür burada bərpa ediblər səkini. Burada burada artıq parklanmaya giriş. Bu deyəsən artıq köhnə səkidir. Bu köhnə səkidir burada və orada artıq mövcud səki davam edir. Bax belə lüklar burada velosipedçilər üçün təhlükədə yaradır. Dostlar, hər dəfə 28 may xabına gələndə, bu əraziyə gələndə fikir verirəm ki, bax bu velosiped zolağında mütləq bir maşın saxlamalıdır. Mütləq orada bir taksi dayanır, onun bagajniki hər zaman açıq olur, bagajı açıq olur ki, kameraya düşməsin. Amma bax belə olmaz da. Yəni 24 saat, 24-7 az qala maşın orada dayanır. Yəni belə düzgün deyil də. Burada yeni kəşfmə təşkil edirlər. Bəli, çox yaxşıdır, çox əladır. Amma bax bu qədər insanlara hörmətsizlik eləmək olmaz. Sürücülər hər zaman narazı olurlar ki, velosipedçilər belə velosipedçilər. Siz özünüz velosipedçilərə hörmət edirsiniz. Yəni bax belə hərəkət, yəni belə açıq, aşkar olaraq şəhərin mərkəzində bax bu cür qayda pozmaq, velosipedçilərin yolunu kəsmək. Yəni siz düzgün eləyirsiniz. Yəni 5 manat çörək pulu qazanırsınız deyə bu qədər yəni digər insanların haqqında girmək olmaz da. Bu ərazində çəkmək istəyirəm. Dilarə Əliyev küçəsi, bax bura Neft və Sənaye Universitetinin böyrüdür.
Burada gördüyünüz kimi iki hərəkət zolağıdır. Yəni hal-hazırda belə nişanlanıb və yolun sağ hissəsi sanki özü deyir ki, bura velosiped zolağı çək. Yəni görürsünüz, zaten burada zolaqlar çox genişdir. Yenə də magistral standartına uyğun olaraq hardasa 3 metr yarım falan olar burada. Görürsünüz, avtomobilin enindən bunu başa düşmək olar. Və burada velosiped zolağını çəkməklə heç kimin xətrinə biz dəyməyəcəyik, belə deyək. Çünki səki də var. Avtomobil hərəkət zolağının sayı da dəyişmədən qalacaq. Burada velosiped zolağı olsun və burayla əlaqələndirilsin. Lakin bəlkə də parkinqi ləğv eləməklə, oradakı Fikrət Əmirov küçəsi ilə və 28 may küçəsi ilə buradan velosiped zolaqları birləşib böyük bir şəbəkə burada təşkil etmək mümkündür. Xanım da sürür, əl eləyir bizə. Dostlar, və bəlkə də fikir vermişsiniz ki, burada artıq şəhərdə yeni nəsil velosiped svetoforları gətiriliblər. Bax, belə 3 rəngindədir. Yaşıl, sarı, qırmızı. Və burada əslində bunu düzgün quraşdırıblar. Elə velosipedçilər burada dayanır və svetoforu gözləyir. Bəzi küçələrdə, məsələn, bu cür kiçik svetoforu digər tərəfdə quraşdırırlar, o da görünmür. Amma burada məhz bu cür bunun quraşdırılması düzgün qərardır. Nə deyim, yeni velosiped svetoforlarımız da mübarək olsun. Dostlar, və bir qədər öncə demişdim ki, bəzi belə deyim də lazımsız qalan parklanma ciblərini, hansı ki zaten bura artıq giriş qadağandır, çünki velosiped zolağı var burada və bir nişan xəttidir burada. Burada həmin yerdə mikromobil üçün parklanma təşkil etmək rahatlıqla var və Coşqun bəy dedi ki, bu artıq plandadır. Buyursunuz, burada rahat velosiped yerləşir tam ölçüsünə görə və dediyim kimi avtomobil parklanması olacaq, velosiped parklanması. Bəli, belə bir burada planlar nəzərdə tutulub. Dediyim kimi, bura 28 may küçəsidir. Aslında ən çox istifadə olunan, velosipedçilərin ən çox istifadə olunan küçələrdən biri məhz buradır. Çox maraqlıdır, yəni bu küçə düz axıra qədər davam eləyir və bütün küçə boyu burada velosiped zolaqları da mövcud. Və görürük ki, artıq orada, görürsünüz, uşaqlar da artıq kiçik velosipedlərlə bu zolaqlardan yararlanır. Amma bax, bu görürsünüz, parklama cibi çox təhlükə yaradır. Görürsünüz, çox gözəl. Uşaqlar da artıq velosiped zolaqlarından yararlanır. Çox gözəl. Gələcək nəslimiz velosipeddən çox istifadə edəcək. Biz bunun artıq şahidi oluruq. Və dostlar, xatırladıram ki, siz də velosiped zolaqlarında velosiped icarəsindən istifadə etmək istəyirsinizsə 3 manat qabağa düşə bilərsiniz. Və ekranda gördüyünüz promo kodu daxil edirsiniz və 3 manat endirim qazana bilərsiniz. Apardan və bu vloqdan 3 manat endirim sizindir, yararlana bilərsiniz. Kuponların sayı məhduddur, odur ki, elə indidən aparı yükləyin və kodu daxil edin ki, tətbiqdəki həmin promo koddan yararlanasınız. Biz isə davam edirik. Coşqun bəy, son olaraq 2-3 dənə sualım olacaq. Ümumi olaraq bu velosiped zolaqları, mikromobili haqqında. Birincisi sual odur ki, sürücülər, xüsusilə də sürücülər deyir ki, Bakıda 5 nəfər velosiped sürən var, siz də onlar üçün zolaq çəkirsiniz. Yəni, bunun, belə deyim də, bu stereotipi dağıtmaq üçün mənə elə gəlir ki, ən yaxşı üsullardan biridir, hər hansı bir rəqəmlərdir, statistikadır. Yəni, əlinizdə belə bir rəqəmlər var mı? Velosiped zolaqlarından nə qədər adam istifadə edir? Bəli, əlbəttə təəssüf ki, qeyd etdiyiniz kimi bəzən belə fikirlər səslənir. Bu fikirlər, belə deyək, biz bu işə başlayanda daha çox səslənir. Amma indi bu infrastruktur qurulduqca, zolaqlar genişləndikcə, insanlar daha çox istifadə etdikcə artıq o fikirlər də sevindirici aldı ki, yavaş-yavaş dəyişilməyə başlayır. İlk öncə onu vurğulayım ki, əgər bir şəhərdə bu alternativ nəqliyyat növləri üçün, yəni mikromobillik vasitələri dediyimiz nəqliyyat növləri üçün bir infrastruktur olmayandan sonra təbii ki, insanlar o nəqliyyat növlərindən istifadə etməyə çəkinəcəklər. Çünki insanlar yollarda özlərini o qədər təhlükəsiz hiss eləməyəcəklər. Və yalnız təhlükəsiz hiss eləyəndən sonra və əlaqələndirmə olandan sonra zolaqlarda bu istifadəçilərin sayı gündən-günə daha da artacaq. Necə ki, biz o tendensiyanı artıq müşahidə edirik. Mən məsəl üçün sizə son 5 ayın statistikasını səsləndirə bilərəm ki, nəzərə alın ki, bu son 5 ay qış ayları idi və kifayət qədər yağıntılı, soyuq aylar keçdi. Ona baxmayaraq, biz statistikaları əsasən müəyyənləşdirdik ki, aylıq olaraq 200-220 min arası bu mikromobillik növlərinə sifarişlər olur və aylıq 220 min. 200-220 min arası bəli sifarişlər olur orta hesabla və orta hesabla aylıq 100-120 min adam bu nəqliyyat növlərindən, yəni fərdi şəxslər bu nəqliyyat növlərindən sifariş verirlər. Və son 5 aya əsasən, son 5 ayın rəqəmlərinə əsasən
ümumilikdə 2,7 milyon kilometr məsafə qət edilir bu mikromobillik vasitələrlə. Və bir şey də nəzərə alaq ki, üzr istəyirəm, bir şey də nəzərə alaq ki, bu mənim səsləndirdiyim statistikalar yalnız skuter və velosiped kirayəsi ilə məşğul olan şirkətlərin, xidmət göstərən şirkətlərin statistikasıdır. Bundan əlavə fərdi velosipedlərindən, fərdi skuter vasitələrindən istifadə edən insanlar da var və onların da statistikasını nəzərə alsaq bu kifayət qədər böyük bir rəqəmdir. Səhv eləmirəmsə biraz mövzudan kənar çıxıram. Bugün Bakıdan danışırıq, amma xəbər oxumuşam ki, Gəncədə də velosiped zolaqları olacaq. Bəli, ilkin mərhələdə təhlillər aparılıb Gəncə şəhərində də və bundan əlavə insanların rəyi öyrənilib, oranla bağlı və sevindirici ayna salırdı həmin zolaqlara. Bəli, biz oranla bağlı ilkin təhlillər aparmışıq və təhlillər nəticəsində bir layihə hazırlanacaq, bir plan hazırlanacaq və plana uyğun olaraq İnşallah ki, bu zolaqlardan Gəncə şəhərinə də aparacağıq. Hətta şəhərlərdə yazmışlar ki, Bakını körladınız, Gəncə qaldı indi. Amma həqiqətən Gəncəyə hələ də gec deyil, mütləq velosiped zolağı olmalıdır. Elə rəylər varsa, dediyim kimi, mənim əsasən bizim mikromobillik şöbəsinə Gəncədən nə qədər məktublar gəlib vətəndaşlar tərəfindən ki, o zolaqlardan niyə bizdə yoxdur? Bizim səhifəyə izləyicilər yazır, bizim Telegramda qrupumuz var, qoşulun, kanalımız var. Orada da qeyd edirlər ki, niyə Gəncə, niyə digər regionlar qalıb qıraqda. Bu qədər dostlar, velosiped zolaları haqqında artıq 3-cü vloqumuz oldu və hər 3 vloq üçün mən İletişim Nəqliyyat Agentliyinin Aynanın nümayəndəsini çağırdım, suallar verdim. Çünki mən bu haqda özüm də çəkmişəm, göstərmişəm, amma elə məsələlər var ki, mütləq sualları birbaşa olaraq rəsmi nümayəndən almalıyıq və bir məsələ var ki, bir çoxları yenə də aldana bilər ki, bilirsən, yalandan olaraq ayna sənə pul verir ki, sən velosiped zolaları tərifləyəsən. Mən açığı belə şeylərə gülürəm. Birincisi, ayna heç vaxt mənə pul verməyib buna görə. Bundan sonra da verməyəcək. Hər zaman mən şəffaf olaraq bütün tənqidlərimi, təkliflərimi verəcəm öz yerində. Amma bir məsələ var ki, mən bu haqda danışanda velosiped zolalarının təməli heç Bakıda qoyulmamışdı. Kim izləmirsə, mən ümumiyyətlə YouTube kanalını aktiv olaraq 2020-ci ildən aparıram və səhifə var İnsan Ölümü Şəhərlər Instagramda, Facebookda, Telegramda. 2018-ci ildən bəri mən daima deyirəm ki, Bakı insan ömrü bir şəhər olmalıdır və bunun üçün bütün şərait, bütün potensial var. Bu çox önəmlidir və mən ümid edirəm ki, hər biriniz bunu izləyən, şərh yazan, kanala abunə olan, bax mənə bu cəhətdən dəstək olacaq, deyəcək ki, bax həqiqətən yəni biz istədiyimiz şəhər yaxşı bir şəhərdir. Mən ona görə bu yaxınlarda sizə məsəl üçün Rumıniyadan, digər şəhərlərdən, Avropa şəhərlərindən, digər şəhərlərdən sizə nümunələr göstərirəm ki, həqiqətən inkişaf etmiş ölkələrin yolu budur. Bəli, bir çox sürücülər, mən özüm də sürücüyəm. Keçən vlogda da demişəm, mən özüm bir sürücü olaraq velosiped zolaları dəstəkləyirəm. Nəyə görə? Çünki mənim marağımdadır ki, insanlar daha çox mikromobilliyə keçsin, velosipeddən istifadə etsin ki, bax bu maşınların sayı yolda azalsın. Və mən və mənim qonaqlarım da bax bu haqda danışırıq. Həm velosiped zolaları, həm Bakıda digər dəyişikliklər, nəzərdə tutulan dəyişikliklər dövlət proqramı çərçivəsində bu haqda biz ətraflı bundan sonra da danışacağıq. Yəni istər velosiped zolaları, ictimai nəqliyyat, hərəkət zolaları, səkilər, bunların hamısı insan ölümü şəhər bizim kanalın əsas mövzusu olaraq qalacaq və mən də sizi çağırıram ki, bu mövzuları buraxmamaq üçün kanala indidən abunə olun və şəhərlər bölməsində öz təkliflərinizi də yaza bilərsiniz və mənim qonaqlarım da eyni zamanda bütün şəhərləri oxuyur və sizin rəylərinizi nəzərə alır. Və kanalın inkişafına da dəstək olmaq istəyirsinizsə, bax QR kodu skan eləyin və bizim Patron və digər platformalarda öz kiçik community'miz var. Orada qoşula bilərsiniz və bizimlə bir yerdə həmin mövzuları müzakirə edə bilərsiniz. Vlogların daha geniş versiyaları da məhz patronlar üçün mən paylaşıram. Bugünlük isə bu qədər və yeni mövsüm gəlir, üzümüzə yay gəlir və özünüz görərsiniz ki, nə qədər çox insan bu velosiped zolalardan yararlanır. Siz də onların sıralarına qoşula bilərsiniz. Mən isə sizinlə növbəti videoda sağollaşıram. Sağ olun dostlar, hələlik.